Və artıq son dəqiqələr və son saatlardır ki, biz birazdan ağanın ziyarətini tərk edib gedəcəyik vətənimizə. Bu nə kimi təsir qoyur insana? Səndə nə cür təsir buraxır ki, ağanın ziyarətindən ayrılırsan? Salam aleykum. Bismillahirrahmanirrahim. Ağanın ziyarətindən ayrılmaq çətindir. Cismimiz ayrılsa da ruhumuz buradadır. Həm də ki, mən ayrılmaq demərəm, çünki İmam Rızanın yeri deyilir vətənimizdir. Əgər İmam Rıza ki, bizim qəlbimizdədirsə, hər yanda bizim yanımızdadır. Biz sadəcə onun məhzərində olmayacaq bir müddət. İnşallah ki, yenə də içimiz qarışıq, hamını dəvət edir öz məsələdir. Allah qəbul eləsin. Buyur Kərbəla. Allah qəbul eləsin. İlk növbədə salamlayırıq inşallah bütün aşiqləri. Allah hər birinə İmam Rızanın ziyarəti nəsib eləsin. Böyük ustadlardan birinin gözəl bir sözü var. Mən bunu həmişə ziyarətdən geri qaydanda qeyd eləyərəm. İndi elə yeridir ki, deyək ki, 3 ziyarət var ki, məxsusi qeyd olunur ki, o ziyarətdən ayrılanda zəvvarın qəlbi, gözü, ruhu, cismi arxada qalar, geridə qalar. Onlardan biri İmam Hüseyin əleyhissalamın ziyarətidir, Kərbəla ziyarətidir. Allah hər birinizə nəsib eləsin. Biri Məkkə, Mədinədə, Ərəbistanda olan Allahın beyti, Kəbə evinin ziyarətidir. Biri də 8-ci imamımız, vilayətin 8-ci günəşi Əli ibn Musa Rıza əleyhissalamdır ki, zəvvarlar, onun ziyarətinə gələn şəxslər onun ziyarətindən ayrılanda qəlbləri həyəcanla döyünər və həmçinin də ayrılmaq istəməzlər. Bəzən görürsən ki, ilk günlərdə bu çox biruzə vermir, amma axırıncı günə qədər gəlib çatandan sonra artıq insan biraz da çox dərk edir ki, mən kimin ziyarətindən ayrılıram. Allah yenə də nəsib eləsin, yenə də gələk inşallah. Bugün axırıncı yox, mən deyərdim axırıncı gündür. İnşallah Allahın izni ilə, İmam Rıza əleyhissalamın istəyi ilə, duası ilə Allah yenə də bu zəvvarları, həmçinin də bizləri İmam Rıza əleyhissalamın ziyarətinə zəvvar eləsin. Həmçinin də bu günləri vilayətin 10-cu günəşi İmam Həsən Əskər əleyhissalamın mövlud günüdür. Bu münasibətlə də bütün Azərbaycanımızı, bütün müsəlmanları, başda İmam Zaman ağa olmaqla bütün şiələri təbrik edirik inşallah. Allah ağa İmam Zamanın zuhurunu təzir eləsin. Amin inşallah. Allah qəbul eləsin inşallah. Ziyarəti axırın ziyarət qərar verməsin. Allah hamımızı səhih salim öz xanavadının ağuşuna qaytarsın. Dubarədən inşallah İmam Rızanın, Kərbəlanın, İmam Hüseynin ziyarətin hamıya, görənə, görməyənə nəsib eləsin inşallah.